Her vaxtınız xeyir olsun. Sosial şəbəkə izləyiciləri, TikTok izləyiciləri. Bugün bir məsələni sizinlə bölüşməyi özümə borc bildim. Bu nə məsələdir? Dostlar, vaxtilə mən deyəndə ki, bu ölkənin qanunları sən deyən formada həyata keçirilmir. Deyir yox, nə danışırsınız? Bax, qanun belə, qəsəm belə, nə qanunlar işləyir. Görürsünüzmü, qanun yoxdur. İstənilən adamın evini uçururlar, istənilən adamın evini əlindən alırlar, istənilən adamı türməyə soxurlar, istənilən adamla necə lazım olduğu ilə də davranırlar. Yəni qanun, bugünkü qanun Ali Məhkəmənin sədridir. Bugünkü qanun Apellyasiya Məhkəməsinin sədridir. Bugünkü qanun Baş Prokurordur. Bugünkü qanun Daxili İşlər Naziridir. Bugünkü qanun da vəzifədə olan məmurlardır. Hansı vəzifədə çalışmasından asılı olaraq. Bu qanundur. Bu bizim qanunumuzdur. O ki qaldı deyək ki, Cinayəti Məcəlləsinin hansı maddəsinə uyğun olaraq bu tutulur. Xeyr, əgər istənilən bir şəxsi tutmaq lazımdırsa, məmur hansı maddə ilə deyirlər, o maddə ilə də cəzalandırırlar. İndi ötən gün sosial media Bakı şəhər Yasamal rayonu 1-ci Alatava massivi. Orada deməli 111-118B ünvanında sakinlər içəridə ola Melisa Qrup şirkəti tərəfindən onların evləri sökülür. Bunu dövlət qurumları da görür də. Və bu sökən Melisa Qrup şirkətinin rəhbəri Qabil Məmmədov sosial şəbəkələrdə artıq bunun haqqında mənfi fikirlər formalaşandan sonra Daxili İşlər Nazirliyi tərəfindən tutulur. Bizim qanunlarımız görürsünüz nə qəşəng işləyir. Deməli, əgər orada vətəndaş səs-küy salmasaydı, deməli, bu Qabil Məmmədov ona sakitcənə söküb gedəcək. Bunu sökürən kimdir? Bunu sökürən birinci İldar Əzizovdur, Bakı şəhər İcra Hakimiyyətinin başçısı. İkincisi də o Yasamalın İcra Hakimiyyətinin başçısı. Bunlar birləşiblər, oranı satıblar və adını da qoyublar ki, güya ki, bu nədir, Melisa Qrup bu birbaşa xanıma bağlıdır. Mehriban Əliyevaya bağlıdır. Siz təsəvvür edirsinizmi? Sırazda bu informasiyalar paylaşıldı. Bütün sosial şəbəkələrdə paylaşıldı. Bu qanun, bax görürsünüzmü, harada qanunsuzluq varsa, harada şərəfsizlik varsa, harada əxlaqsızlıq varsa, prezidentin ailəsini gətirib soxurlar. Özləri qəsdən oraya soxurlar ki, o bataqlıqdan prezident çıxa bilməsin. Mən bu yaxınlarda sosial şəbəkələrdə Türkiyə prezidenti və onun ailəsi haqqında bu son dövrlərdə CHP nümayişi müddətində orada artıq söz-söhbətlər işlədənləri, təhqir edənləri, söyənləri haqqında görürsünüzmü? Prezident birinci növbədə öz anasının qədrini bilən, atasının, evladının, qohumunun, əqrəbəsinin qədrini bilən prezident belə olar. Həmin dəqiqə onları tutdu, soxdu içəri. Ki, necə sən mənim ölən anamın qəbrinə təhqir edirsən, onun görünü təhqir edirsən və indi cinayət şəxslər, indi başlarına itkin oynub. Prezident belə olar. Daha yoxsa 50 ildir, 30 ildir ki, bu neçə ildir bu İlham Əliyev prezidenti? Bir 20 il var da, neçə ildir? Qardaş, nə anasının görü qalır, nə dədəsinin görü qalır, nə arvadının namusu qalır, nə şərəfi qalır, nə özünün şərəfi qalır, namusu qalır, təhqir eləyirlər. Bu da elə də qalırsan yana-yana ki, necəsən prezidentsən? Sən necə prezidentsən? Üzə kimlərdir təhqir eləyən? Məmurlar. Öz vəzifəyə qoyduğu məmurlar. Tanımırsan, gəl deyək də, bilmirsən, gəl deyək də ki, bax, bu məmurdur, qardaş. Bizə Yeni Azərbaycan Partiyasının üzvü kimi çox pis təsir eləyir ki, bizim rəhbərimizin, qardaşı, nə şərəfi qalır, nə namusu qalır, nə əxlaqı qalır, nə onun həyat yoldaşının, ailəsinin nə əxlaqı qalır, nə şərəfi qalır. Hamısını töküblər beləsinə. Avropadan bəri söyə-söyə gəlirlər. Niyə? Yaxşı, Avropadakini tuta bilmirsən. Burada niyə belə olmalıdır ki? Niyə belə olmalıdır? Səhiyyə nazirinə gedirsən, qardaş, aparat rəhbəri deyir, Mehriban Əliyeva nə əxlaqı qalır, nə namusu qalır, nə şərəfi qalır. Təhqir edir, qardaş, indən sonra Mehriban Əliyeva haqqında müsbət fikir söyləməyin. Səhiyyə nazirinin əməkdaşları, orada Tural Babayev var, aparat rəhbəri. Qadan alım sənin. Bir də Mehriban Əliyeva gözəl xanımdır, şərəfətli xanımdır, Azərbaycan dövləti onunla fəxr edib, belə söhbətlər eləməyin, ananızı ağladacaqlar. Həmin Tural Babayev, özü də İsa Qəmbərə oxşur, ananı ağladacaqdır. Onun da arxasında duran bilirsən ki, nazirdir. Nazir də Mehriban Əliyevanın
adamıdır. İndi siz təsəvvür eləyin, kimə inanasa. Azər Dövlət Su Agentliyinin rəhbəri Zaur Mikayılov Paşa Holdingdən gətirib qoyublar. Qardaş, bunun aparat rəhbəri Fuad Nəyevdir, bilmirəm nə. Mehriban Əliyeva haqqında heç nə deməyin onun yanında. Birdən deyirsiniz, nə bilim, Mehriban Əliyeva gözəl insandır. Elə bilərsiniz ki, Zaur Mikayılovu Paşa Holdingdən göndərdiklərinə görə Mehriban Əliyeva haqqında o müsbət fikirdədir. Nə bilim, yo, anasını ağladar. Həmin adamın anasını ağladar, həmin dəqiqə. Eləməyin, sizdən xahiş eləyirəm. Mehriban Əliyeva haqqında müsbət fikir söyləyənin axırı yoxdur. Həmin dəqiqə məhv eləyirlər. Əvvəllər 1-2 gün, 3-4 gün, 1 ay, 5 ay gözləyirdilər ki, sən niyə görürlər səmir çıxmır ondan sonra. İndi dedim Mehriban Əliyeva gözəl insandır, sənin ananı ağladacaqlar. Evini əlinə alacaqlar. Yəni elə bir durumda yaşayırıq. Hərdən bizim prezidentimiz deyir ki, bəs indi prezident administrasiyasında tam başqa abu-havadır. Şikayət eləyin, söz fikirləriniz və ictimai nəzər. Ay kişi, indi düz deyir. Əvvəllər o belə bir misal var idi ki, dovşan görürlər qaçır. Deyirlər, niyə qaçırsan? Deyir ki, bəs deyirlər ki, kimin 3 qulağı var, kimin 3 qulağı var, birini kəsirlər. Deyir, səndə 2-dir. Sən niyə qaçırsan? Deyir, İndi dövran elə gətiribdir ki, kəsirlər, sonra sayırlar. Yəni, bugün prezident administrasiyasında da qardaş, dənizə apar atki ilə bir məktubu, oradan səhə cavab gələcəkdir. Amma prezident administrasiyasında düz deyir, tam başqa abu-havadır orada indi. Cənab prezident çox düzgün vurğulur. İndi nə qədər məktub yazırsan yaz. Nə Mehriban Əliyevanı belə vecdanına alırlar, nə İlham Əliyev vecdanına alırlar, nə qanunu vecdanına alırlar. Yəni, Allah heç kimə göstərməsin. O, Bangladeşdə bundan 100 dəfə, 1000 dəfə demək, normal insan yaşayır. Amma burada bilmirsən, bir gün yaşayırsan, səhət başına daş düşəcək, yoxsa kimsə kovuşla gəlib səni oradan məhv eləyəcəklər. O Filippinin prezidenti görürsünüz, acıya bir Filippinin prezidenti kişi. Məmurların bütün maşınlarını, obyektlərini əlindən aldı, apardı. Traktörün altına verdi ki, ama bizdə burada vətəndaşların evlərinə yapıb uçururlar. Traktörün altına verirlər ki, rədd olsun buranın vətəndaş. Özünüzü qoruyun. Heç bir yerdə sizdən xahişim odur. Özünüzü qoruyun. Mehriban Əliyeva haqqında müsbət fikir söyləməyin. Söylədiniz mi? Ananızı ağladacaqlar. Necə ki, əsas da Səhiyyə Tural Babayev var, onun yanında. Əsas da bu Dövlət Su Agentliyində, onun yanında. İstənilən ali məhkəmədə, apellyasiya məhkəməsində Mehriban Əliyeva haqqında söz dedinsə, ananı ağladacaqlar. Ha, müsbət fikir bildirmə. Bildirmə, qardaş, bildirənin anasını ağladırlar. Qeyri-hökumət təşkilatı agentliyində gedib deyəsiniz ki, Mehriban Əliyeva müsbət, yaxşı adamdır, konferans keçirmək istəyim. Ananı ağladacaqlar. Get, tərsinə elə, sənə pul ayıraq. Amma düz nəsə Mehriban Əliyeva haqqında müsbət bir fikir demək istəyirsənsə, sən düşmənsən Azərbaycan xalqına, Azərbaycan dövlətinin düşmənisən. Mehriban Əliyevanı bu dəqiqə ermənidir, sənə pul versinlər, əxlaqını təhqir elə, anasının görünü təhqir elə və başqa nəsə belə bu dəqiqə bilirsiniz də, əxlaqsız hərəkətlərdə onu vurğula Mehriban Əliyevanı, sənə premiya versinlər, sənə ödül versinlər. Gör nə günə qalmışıq, gör ay prezident, gör nə günə qalmışıq, yandırıb yaxırsan, cənab prezident. Bunların anasını ağlatmaq lazımdır. Gündən sonra mən ağladacağım.